yumurtanı bir dənədən artıq yemə. Heç var. Mən gündə 3 dənə deyirsən, doğrudan. Bir insanın gündəlik norması bir yumurtadır. Bir dostum var deyir günə 10 dənə yumurta yeyirəm. Soyutmasını otur, idmançı. Kim olur olsun, o öz xolesterinə görə deyirsiniz, yoxsa? Bəli, xolesterinə görə. Mən o vaxtda oxumuşam. Yox, oxuma, yox. Hardan oxusan? Nicatda həkim daxil bir səndə Yox, onu kardiyoloq. mən araşdırmışam. Orada xolesterin miqdarı qalxır, düzdür, çünki orada sarısında əsasən də problem. Ağın yeyəndə o qədər də təhlükəli olmaz məncə, yoxsa yox? Əsas sarısında söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu elm olmadığı üçün oxudum, oxumadım sözü yoxdur. Əsas orada məsələ bir yumurtanın tərkibindəki xolesterininin miqdarıdır. Nə qədərdir doktor bir insanın Samir bəy gündəlik xolesterinə olan tələbatı 1650-1700 milliqramdır. İnsanın öz orqanizmi gündəlik 1100 milliqram xolesterin ifraz edir. Hər gün öz orqanizmi. Orada qalanın da yumurtanın da tərkibində 450 milliqram, 5 yumurtanın ölçüsündən asılı olaraq milliqram xolesterin var. Sən 2 yumurta yeyəndə orqanizmə qarşı böyük ədalətsizlik eləyirsən, sən onu yükləyirsən. İndi əsas yumurtanın bir yumurta olmalıdır. Yumurtanın bişirilmə qaydasından Nicat bəy. Mən sən dediyin kimi bişirirəm. Hər gün 22 saniyədən artıq qaynatmırsan. Adı qaynadılmış vəziyyətdə. 3 dəqiqə, 4 dəqiqə. Yox, 22 saniyə. İsti suyun içində bir var şaqqaşırıq qaynasın. Ölü qida yeyirsən. Amma doktor deyir ki, isti suyun içində saxlayın. Tədricən, məsələn, özü bişir də o. Biraz da içi lilamar olur. Yox, heç nə olmur. Bərk olur. Bərk olur. Mənimki xo lilamar olur. Sən tez götürürsən. 22 saniyə qaynamağa düşəndə 22 saniyə söndürürsən, qalır onda içində qaynar suyun içində 10 dəqiqə. Çıxardırsan, çıxardandan sonra salırsan soyuq suya. Orada qalır 1 dəqiqə. Sonra açırsan tam bişmiş şəkildə. Gözəl, keyfiyyətli, effektli yumurta. Bərk formada yeyirsən. Bərk formada olur. Mən həmişə onun ilıq kimi